O qədər heyecanlıyam ki, görürsünüz, elə mən özümü saxlaya bilmirəm. Elə bil ki, sizinlə birinci dəfə görüşürəm. Nə olub ay Nərmin? Salam əziz dostlar. İcazə verin Nərmindən soruşum. Nərmin, nə olub belə əsirsən? Nədəndir belə həyəcan? Bəs necə? Mən axı bizim gözəl, sevimli dostlarımızı o qədər sevirəm. Onlarla görüşə gələndə mən heyecanlı olmaya bilmərəm. Buna deyərlər eşqin gücü. Amin. Nərmin, bizə bir video göstərməlisən. Bəs necə video məndən soruş. Rəşad və onun hanımı. Rəşada baxdı. Rəşad dedi. Heyecanı var. Yəni heyecanlı. Elşad. Video, nə video? Baxaq. Gəlsin. Doğrudan da Allahın möcüzəsi tükənməzdir və bu 5 dəqiqə ilə, 10 dəqiqə ilə keçmir. Biz çalışırıq ki, bunu mükəmməl şəkildə deyək sizə. Gənc yaşlarımda demək olar ki, mən ateist deyilən bir söz var, mən Allahsız yaşayırdım və Allaha da ümumiyyətlə inanmırdım. Heç vaxt inanmırdım ki, Allah var, Allahın varlığına inanmırdım. Sadəcə dilimdə idi Allah. Və belə də gedirdi və 2004-cü ildə mən evdə tək olan vaxtı bir əl, gözə görünməz bir əl məni tutdu və qaldırdı yerdən 15-20 santı göyə. Mən o əldə tərpənirdim, özüm də bilmirdim, necə hiss edirəm özümü və düşünürdüm ki, bu dəqiqə beynim dağılacaq, ürəyim partlayacaq. Mən bilmirdim bu Allahdır, mən dedim, sən kimsən, sən bilirsən mən kiməm? Çünki mən gənc yaşlarımda, mən Allahsız yaşayan vaxtlarda, 4-cü sinifdən mən artıq cürbəcür narkotiklər qəbul edirdim və içirdim və tüfeylə həyat yaşayırdım, gəzirdim. Demək olar ki, ailə, uşaq, onlar hamısı məndən çox əziyyət çəkiblər. Yoldaşım dəfələrlə döyülüb, uşaqlarım döyülübdür. Yoldaşımın çənəsi sınıb, qabırğası sınıb. Demək olar ki, vəhşi bir insan idim. Yəni mən Allaha məqbul olmayan və vəhşi bir insan idim. Vəhşi insan dedi ki. Allahın əlindən qaçmaq olar. O yanındakı onun xanımıdır. Xanımı idi, bəli. Onun həyat yoldaşı idi. Adı da xanımdır. Davamına baxaq. Bir müddət 2004-cü ilə qədər belə davam etdi və bir qadın sadəcə mən evdə olmayanda, davet edəndə o qadın Bibliya qoltuğunda, biz bilmirdik o imanlıdır, akazır sən demə və o bizim evə daxil olanda o İsa haqqında danışırdı yoldaşıma, uşaqlarıma və o mənə də bir günləri cəsarət tapdı, gəldi və mənə də danışdı İsa haqqında. Mən onu rədd elədim və bir gün keyfli halımda mən sadəcə Bibliyanı götürdüm. Mən baxım görüm bu məsihçilərin kitabı nə olan kitabdır başı, bu nə olan şeydir. Və mən açdım və doğrudan da mənə o bir ayə düşdü və orada yazılıb düşmənlərinizi sevin. Və mən bu düşmənləri sevindim, bu Allahdan deyil və qataladım bu kitabı, tüpürdüm və tulladım bu kitabı. Bu düşməni harada tutdun, orada da öldür. Hələ bunun ruhu, ağlı inkişaf eləməyib, amma Rəbb işin görür. Davana baxaq, davamına. Əlbəttə ki. İsa mənim üçün mənim varlığım, mənim həyatda yaşamağım, həyatımın xoşbəxtliyi. Mən ancaq belə İsanı belə tanımışam və İsanı tanıyandan sonra da mən xoşbəxt həyatda yaşamışam. Bu da xanımı idi. Şükür Allaha. Davamına baxaq, çox Çox həyəcanlıdır. həyəcanlıdır. Gəlsin video. Bir günləri yoldaşım xəstəxanadan gəlmişdi. O divanda uzanmışdı və bir oğlum disk gətirdi. Belə bir ki, Elşad kimi onda həyatı olub. Ona qulaq asandan sonra və Allah elə bil onun ürəyinə toxundu. Orada dualar var idi. O mənə dedi ki, gəl bir yerdə biz dua eləyək və Allahı ürəyimizə buraxaq. Biz bilmirdik Allaha necə ürək buraxmaq lazımdır. Allah bizim ürəyimizə o dua vasitəsilə qəbul oldu və Allahı biz ürəyimizə qəbul elədik bir yerdə. Ağlaya-ağlaya o sözləri təkrar elədik, İsanı ürəyimizə buraxdıq. Ondan sonra həyatımız dəyişildi. Bu möcüzəni biz doğrudan da öz gözlərimizlə, öz canımızla, ruhumuzla bunu hiss elədik. Burada deyərləri biri əkər, biri sulayar, becərər və biçər. Davamına baxaqmı? Və bu davamı çox maraqlıdır. Bax, indi ən maraqlı, ən əsas kulminasiya deyə bilərəm ki, gəlsin video. Kulminasiya gəlsin. O reallıq idi. Mən bilmirdim ki, ümumiyyətlə mənim anlaşım yox idi. Heç vaxt olmayıb ki, ruhani aləm var
fiziki aləm var və inanmırdım ki, mələklər var, murdar ruhlar var. Bu barədə anlaşım olmayıbdır. Sadəcə o əl ki məni qaldıranda və mən artıq Allah ruhdur və o əl ki məni tutdu və mən avtomatik o qaldıranda mən avtomatik düşdüm ruhani aləmə və mən ruhani aləmdə çox belə mələklər gördüm, cürbəcür, iyrənc, belə qara paltarda cinlər gördüm, olan əlləri belə eybəcər, tükləri belə çıxırdı, dırnaqları eybəcər. Və orada mən cəhənnəmi gördüm, cənnəti gördüm və mənim üstümdə dava idi. Mənim üstümdə müharibə gedirdi. Qara paltarlar məni apardılar. Qara tərəfə döyə-döyə, təhqir eləyə-eləyə, amma ağ paltarlar onlar mənə çox nəvazişlə danışırlar mənimlə. Deyir, xoş gəlmişsən, xoş gəlmişsən. Amma bir səs həmişə deyirdi, qorxma, sən ölməyəcəksən. Həmən səs mənə dedi ki, mən sənin xilaskarınam. O çox sözlər mənə deyirdi. Mən çox şeylər artıq bu 2004-cü ildə baş verdiyinə görə mən ümumiyyətcə çox şeyləri unutmuşam. Bəzi şeylər yadıma qalıbdır. Və inanıram ki, o yekəpər əcaib bir heyvana oxşayırdı. Onlar 9 mərtəbə boyda hündürlükdə idi. Onların başları yekə idi. Demək o ki, heyvana da oxşamırdılar. Və onlar məni çox incitdilər və axırda mən gördüm cəhənnəmdə çox insanlar yanırdılar və sönə bilmirdilər. Və onların hələ də, baxmayaraq 15 il keçibdi, hələ də onların səsləri və hələ də o yanan yerin, cəhənnəmin qoxusu, iyisi hələ də mənim burnumdadır. Və bu dəhşətli bir səhnədir ki, mən bunu hələ də unutmuram. Yəni, Halleluya. Allah cəhənnəmdən, əjdahadan, yanar ortadan qurtaran yeganə yoldur. Bax, bu bir bariz nümunədir. Bəli, bəli. Və elə deyəsən 3 ya da 4 videomuz qalıb. Baxaq görək onlar orada nə danışırlar. Baxaq. Mənə göstərir ki, çünki mən daş ürəkliydim və mən qorxmurdum. Mən başa heç kimdən qorxmurdum. Mən Allahdan da qorxmurdum. Sadəcə o özünü mənə göstərdi ki, bil ki, sən bura düşə bilərsən və bil ki, cənnət mənəm və bil ki, cəhənnəmə mən ata bilərəm. Ona görə mən bu şey, o mənə sadəcə dərk elətdirdi. Mən özüm də bilmirdim. Və mən çox maraqlı ki, həmən o yekəpər heyvana oxşayan heyvanlar, belə deyək, yekəpərlər, onlar 5-6 nəfər məni tutdular, belə yerlərdə bir göl var idi, yanan göldür, ora qaynayırdı. Onlar məni ora atmaq istəyirdilər, çünki onlar hər adamı ora atırdılar. Onlar məni ora atanda və mən ora düşmədim, çünki bir əl və həmən o İsa'nın əli o məni tutdu və o mənə dərk elətdirdi ki, mənəm səni saxlayan, mənəm səni yaşadan, mənəm səni sevən, mən sevginin nə olduğunu ömür boyu bilməmişəm, ürəyim daş olubdur. Sadəcə o bu dəqiqə o qədər sevgi verir ki, mən adam axtarım ki, o sevgini ötürməyə adamlara. Ой, мне нужна помощь. Ağladı. Amin. O ağlayır, mən də ağlayıram. İndi bu qorxulu, dəhşətli film oxşayır. Amma çox istəyirəm görüm bunun davamı necə oldu. Davamı o qədər gözəl olub. Gəlsin video baxaq. Gəlsin. Həmişə dualar eləyirdim. Mən bilmirəm, çox əzablı, əziyyətli günlərimdə həmişə dizlərimi qoyurdum yerə, əllərimi açırdım göyə, deyirdim, ya Rəbb, sən görmürsən, sən bunu görmürsən, sən dərk eləmirsən, sənin gözün yoxdur. Mənə bu talehi niyə vermirsən, belə bəxti mənə niyə vermirsən, mənə öldür. Amma bilmirdim. Onu hər dəfə ancaq belə fikirlə yaşayırdım ki, ancaq bunu öldürüm. Başqa bir yolu yoxdur. Başqa bir yolu yoxdur. Yoxdur. Bax, bu xilası verən İsa'dır. Yəni, davamına baxaq görək ki, İsa kimdir Elşadcığım? Bəli, gəlsin növbəti videomuz. Və bir gün o səs məndən danışdı və mənə dedi ki, Elşadı ver mənim əllərimə. Yaradan mənəm, cəza verən də mənəm. Mən çünki ağlayaqla dua eləndim, neyinirəm, bu ölmür, kimsə yaxşı adamlar öləndə həmişə ağlayırdım ki, onlar niyə ölür, bu pis adamdır, niyə ölmür. Amma Allahın planı var idi, Allah bunu çox sevirdi. Bəli, bəli. Və orada olanda onlara bir dənə də sual verdim. Suallarım çox idi, amma onların biri bu idi. İsa onlar üçün kimdir? Və Elşad müəllim, ona müəllim, amma Elşad pastor gözəl bir izah elədi. Baxaq onun davamına. Axırıncı videomuzda. Gəlsin video. İsa gələndən sonra bildik ki, artıq İsa özü, yəni Allah insan şəklində gəldi yer üzünə. Allah İsa'nın şəklində, elə bir ki, İsa'nın görkəmi kostyum idi.
Biz ruhumuzu görə bilmərik əslində. Biz bu görsən deyirik, bu gözlərimiz, dərimiz, ağzımız, burnumuz, bunlar hamısı kostyumdur. Biz bunu kostyum kimi geymişik, ruhun içinə geymişik. Allah da ruhdur. Allah ruh ola İsa'nı kostyum kimi geyindi, gəldi yer üzünə. Heç bir peyğəmbər ölünü diriltməyibdi İsa'dan başqa. Heç kim ölüb dirilməyibdi İsa'dan başqa. Yalnız İsa dediyi yol, həqiqət, həyat mənəm. Mənim vasitəm olmasa heç bir kəs Allahın yanına gedə bilməz. İsa açardı sadəcə. Yol, həqiqət mənəm. İsa'nın sözləri. Və həyat mənəm. Nərmin, o orada danışır, sən də burada nəsə çəkirsən. Bir əldir, bu elə çəkmisən ki, qarma qarışıq. İki əldir. Bu kainatdır. Bu bizim yer kürəsi. Bəli. Və bu da əllər. Mən düşünürəm ki, və bunu bir görüntü kimi görmüşdüm. Bu İsa'nın əlləridir və bizi belə əlində saxlayır İsa. Elə ona görə Elşadın şəhadəti bununla üst-üstə gəlir, mən düşünürəm. O görüntünü necə gördün? Bir daha dərin açıqla görək. Çünki orada da görüntü, sən də görüntü gördün. Mən deyəndə İsa Məsih mənimlə belə də danışır. Hərdən bir, demirəm hər dəfə. Bu yuxu deyildi. Bu sadəcə dua vaxtında gözlərimi hərdən bir yumuram və gözlərimi yumanda mən görürəm, mən rəssam olduğuma görə inanıram. Rəssam olduğuma görə görüntülər görürəm və Allah mənimlə bu cür danışır. Yəni mənə yeni bir ideyalar, yeni bir rəsmlər verir. Bəli. Ona görə mən görüntü deyirəm. Çünki mənim yadıma sən danışanda Yəhyanın İncili 3:16 düşür. Bəlkə sən onu əzbər bilirsən deyəsən, bəlkə odur. Deyə bilərəm. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, oğlunun vasitəsilə xilas etmək üçün onu dünyaya göndərdi. Amin, amin, amin. Bax, bu xilaskar, yəni həlak etmək üçün yox, xilas etmək üçündür. Dünyanı xilas etmək üçün Bəlkə bir elektron ünvanı deyəsən ikincisi. Həmişəlik kimi mənim elektron ünvanım narmin@ümid.tv və bunu da vurğulamaq istəyirəm ki, bizə yazmağı unutmayın. Çünki yadınızda qalsın, ikimiz sizi çox sevirik. İndi isə birinci hissə sona çatdı. Kanalı dəyişməyin, bizdən ayrılmayın. Heç. İkinci hissədə görüşəcəyik. Qarma qarışıq, biləmsən burada rəngləri. Bəzən insan həyatdan çox şey gözləyir, amma az alır. Ümid.tv proqramı uğurlu yolun sirrini sizə açmaq istəyir. Tərəddüd etməyin, bizə yazın. narmin@ümid.tv, sosial mediada isə @ümid.tv. Sosial media ilə də bizimlə əlaqə saxlayın. Dərdinizi bölüşün, suallarınızı verin. Bilirsinizmi? Dualar möcüzələr edir. Gəlin, görün, sevinib, gülün. Əziz dostlar, biz sizinləyik. Şirin söhbətlərimiz hələ qarşıdadır. Sadəcə İsa Məsihin məhəbbətinə təslim olun. Biz Elşadın müsahibəsinə qulaq astıq. Çox ciddi və təsirli bir müsahibə idi. Mən çox istəyərdim ki, mənim millətim, gözəl Azərbaycanım İsa Məsihini